Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 9 mart imtahanında Azərbaycan dilindən düşən qrammatika suallarının izahına baxacağıq. Baxaq birinci sualda. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənib? Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Necə eşidilirdi? Güclə. Tərz hərəkət zərfimiz var. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Nə qədər, bir qədər, bu da kəmiyyət. Deməli, tərzi hərəkət və kəmiyyət cavabımız olacaq C variantı. Söz sırasının pozulduğu hansı cümlədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Sevgi əzəl gündən sevir baharı, baharda insanlar arzuya çatır. Sevməkdən sevgi, bahar, insanlar, yəni burada bizim mürəkkəb isimimiz yoxdur. Birinci bunu müəyyənləşdirək getdi. Bəs kimə yetişəcək? O bağ bağçanın qazancı. Qazanmaqdan qazancdır, düzəltmədir. Sadə isimimiz yoxdur, B-ni də çıxırıq. Açıldı bayraqlar, çalındı boru, fələklər görməmişdi, bu vurhavuru səsli qız poemasındandır. Baxın, bayraqlar, bayraq sadədir, çalındı boru, boru sadədir, fələk sadədir, vurhavur mürəkkəb isimimizdir. Açıldı, inversiyamızda varmı? Bəli, söz sıramızda pozulub, belə cavabımız olacaq C variantı. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümlənin təhlili ilə bağlı səhvi müəyyən edin. Baxın, burada ki gəlibdir, zaman əlaqəli deyil. Birinci baş gələcək, daha sonra budaq cümlə gələcək. Sxemimiz bu cürdür. İlk öncə bunu müəyyənləşdirək. Səhv istəyir, deməli D doğrudur. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Ki bağlayıcı ilə bağlanıb, A da doğrudur. Həm budaq, həm baş cümləmiz feili xəbərlidir. Qoşulsunlar, yaşasınlar. Bəli, feili xəbərlidir. B də tamamilə doğrudur. Baş və budaq cümlə müəyyən şəxslidir. Qoşuldular. Kim qoşuldu? Xalqımızın mərd oğulları. Yaşasınlar. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Yaşasınlar. Kim yaşasın? Nəsillər. Deməli, hər iki tərəf müəyyən şəxslidir. Çünki mübtədamızı gördük. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Yəni, həm tabirlik, həm tabeslik əlaqəsindən söhbət gedir. Baxırıq, azad və xoşbəxt yaşasınlar. Burada həmçün sözümüz var, tabeslik əlaqəmiz var. Birinci cümləmizə baxaq. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Qoşuldular kim? Xalqımızın mərd oğulları. Nəyə mübarizəyə? Hansı mübarizəyə? Bu mübarizəyə. Burada gördüyümüz kimi həmçün sözümüz yoxdur. Ona görə tabeslik əlaqəsi yoxdur. Qəşəng sualı idi bu. Deməli, cavabımız olacaq Y variantı. Budaq cümlədə həmcinslik, tabeslik əlaqəsi var, amma baş cümlədə yoxdur. Hər iki cümlə haqqında isə yanlış fikir idi bu. 34-cü sual. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Şərtə düzgün baxaq. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Dərmişik. Nəyi dərmişik? Meyvələrin hamısını. Baxın, ismi birləşməklə ifadə olundu. A-nı çıxırıq. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Gəzdilər. Haranı gəzdilər? Şəkinin görməli yerlərini. Bu da tamamlıqdır. Haranın tamamlığın sualıdır. Vaqif bu adamların çoxunu tanımırdı. Kim tanımırdı? Vaqif biraz yaxşı görünmür. Ola bilər ki, hərflərdə tanıyır, tanımır oxuyan, o da boş bir şeydir. Tanımırdı, kim tanımırdı? Daha doğrusu kimi tanımırdı? Adamların çoxunu. Burada da gördüyümüz kimi söz birləşməsindən ifadə olunub. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi, kimə etiraf etdi? Sevil nəyi etiraf etdi? Hər şeyi. Baxın, hər şey söz birləşməsi deyil. Hər şey sadəcə morfologiyaya görə bildiyimiz kimi mürəkkəb sözdür. Amma sintaksda o söz birləşməsi deyil. Deməli, cavabımız olacaq elə D variantı. Söz birləşməsi deyil. Hamı öz fikrinin doğru olduğuna inanırdı. İnanırdı. Kim inanırdı? Hamı nəyə inanırdı? Öz fikrinin doğru olduğuna. Burada da gördüyümüz kimi feili birləşməklə ifadə olundu. Cümlələrdən fərqləndirilən sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Maşın saat 2-də şərqə tərəf yol açdı. Baxın, şərqə tərəf burada gördüyümüz kimi qoşmadır. Qarşı tərəf bu da isimdir. İndi baxaq, gəlin variantları uyğunlaşdıraq. 1, 2. Deyir ki, sözə qoşularaq məna çaları yaradıb. İkincisi, qoşmaya yazırıq bunu. İfadə olunan fikrə münasibət bildirir. Ümumiyyətlə, B-ni o dəqiq avtomatik çıxardınız. Niyə? Çünki söhbət bu fikir modal söz haqqındadır. Baxın, B-ləri çıxsanız,
nə qədər variantı çıxmış olurdunuz. Sonra baxırıq, leksik mənası var. Leksik mənası ismin var. C-ni yazırıq 1-ə. Yalnız qrammatik mənası var. Qoşmanın yalnız qrammatik mənası var. Yazırıq 2-yə. Cümlə üzvləri arasında əlaqə yaradır. Yox. Deməli 1-ə C gedəcək. 2-yə isə A və D. 1-ə C, 2-yə A, D gedən variantımız olacaq B variantı. Keçək növbəti sualımıza. Deyir, müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Lazım şəkli və arzu şəkli təsdiqdə işlənsə də inkarda işlənə bilmir, səhv fikirdir. İnkarını bunun deyillə düzəldirik. Məsələn, yazası deyil. Gələsiniz sözü bu şəkildədir. Gələsiniz xeyr, lazım şəklində deyil. Çaş gələsinizdir. Arzu şəklindədir. İkinci çıxırıq. Çaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Gəlsin. Çaş anar da gələ olsaydı arzu şəklindəydi. Gəlsin əmr şəklidir. Ona görə 3-ü çıxırıq. İsə köməkçi sözü ilə işlənə bilmir. Düzdür. Arzu şəklinə biz isəni qoşa bilmirik. Məsələn, deyirəm, çaş oxuya isə artıra bilirik? Yox. Cümlənin feili xəbər olur. Ümumiyyətlə, feilin şəkilləri cümlənin feili xəbər olur. Məhcul növdə işlənə bilir. Bəli, feilin şəkilləri qrammatik məna növlərində olur. Deməli, ortaq düzgün cəhətlərimizi istəyirdi. 4, 5, 6 nəticədə cavabımız olur Y variantı. Gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Gözü su içməmək, yəni ki, məsələn, inanmamaq mənasındadır. Cavab olur A variantı. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Baxın, ilbəil ən asan idi. Baxardınız ki, düzdür. Düşkün olmalıdır ki, kokteyl y-sı olmalıdır. Alayarımçıq da devsindən olmalıdır. Cavabımız olacaq B variantı. Dümağ bitişikdir. Monastır ı-sı yoxdur. Yarım final, heykəl, təraş bunlar yaxşı oxunmur. 9-cu sual cavabımızı qeyd elədik. B variantı. 9-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Mübtədanın əlavəsi, tamamlığın əlavəsi, yer zərfliyin əlavəsi. Azərin atasına Amil dayıya məktub yazdıq. Məktub yazdıq. Nə etdik? Yazdıq. Nəyə yazmışıq məktubu? Kimə yazmışıq? Amil dayıya, Azərin atasına. Bu tamamlığın əlavəsidir. A-nı yazacağıq 2-yə. 2 gündən sonra Cavadı yeni, bir dənə buranı silim. Yeni mühəndisi nazirliyə dəvət etdilər. Dəvət etdilər. Kimi dəvət etdilər? Cavadı yeni mühəndisi. Deməli, burada da tamamlığın əlavəsi var. B-ni yazırıq bura. Bizim evimiz mənzərəli bir yerdə, göl qırağında idi. Mənzərəli bir yerdə idi, göl qırağında idi. Bu xəbərin əlavəsidir. Ona görə C variantı aşağıda hansı variantlarda işlənibsə, həmin C variantını çıxardıq. Deməli, baxırıq D variantına. Qrupun yeni rəhbəri, gənc qız görüləcək işlərdən danışdı. Nə etdi? Danışdı. Kim qrupun yeni rəhbəri, kim gənc qız? Mübtədanın əlavəsidir. 1-ə yazırıq D variantı. Anar kəndə, bu doğma obaya tez-tez gələrdi. Anar kəndə hara? Kəndə obaya. Kəndə obaya. Burada da yer zərfinin əlavəsi var. Burada yazırıq Y variantı. 1-ə D, 2-yə A, B, 3-ə Y. Cavabımız olacaq D variantı. Keçirik 40-cı sualımıza. İsmi birləşmə işlənmişdir. Feili birləşmə işlənmişdir. Qəfildən səs eşidildi. Baxın, diqqətlə baxaq. Nə eşidildi? Nə səs? Qəfildən. Burada bizim söz birləşməmiz var? Yox. Ümumiyyətlə A variantını çıxırıq. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Baxın, düşmənin çirkin niyyəti. Düşmənin çirkin niyyəti ismi birləşmədir. 3-cü nöqtəyini söz birləşməmiz. Deməli, B ismi birləşmə 1-ə gedəcək. Sən bunu mu deyirdin? Burada bizim söz birləşməmiz yoxdur. C-ni də ümumiyyətlə çıxırıq. Cəmil gedərkən uşaqlar yuxulu idi. Uşaqlar yuxulu idilər. Kim uşaqlar? Uşaqlar nə vaxt yuxulu idi? Cəmil gedərkən feili bağlama tərkibi, feili birləşmə burada D gedəcək. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. İştirak edirdi kim rəssamlar? Nədə sərgidə? Hansı sərgidə? Bu hansı sərgidə təşkil edilmiş? Təşkil etmək, etmək olmaq söz birləşməsi deyil. Ona görə 1-ə B gedəcək, ikinciyə 1-ə B, 2-yə isə D variantı gedəcək. Aha, deməli, baxın, 1-ə B-ni qeyd edirik. Bir saniyə nə oldu? 1-ə B-ni qeyd edirik.
2-yə D-ni qeyd edirik. Bir də burada bu sərgi ifadəsi var. Bu sərgi, bu da ismi birləşmədir. Eyni zamanda 1-ə həmçinin Y-ni də qeyd edirik. 1-ə B, Y, 2-yə D olan variantımız olur D variantı. Bu qədər şagirdlər, hər birinizə uğurlar arzulayıram. İnşallah yaxşı nəticələr əldə etmisiniz.